Salam, hər vaxtınız xeyir olsun. Mən Dost Akademi Təlim və Tədris Mərkəzinin ibtidai sinif müəllimi, həmçinin Azərbaycan dili və metodika müəllimi Solmaz Məmmədova. Sizlərə Tədris Mərkəzimiz tərəfindən 16 mart tarixində 1-ci sinif şagirdləri üçün keçirilmiş sınaq imtahanında istifadə olunmuş Azərbaycan dili və riyaziyyat suallarını izah edəcəyəm. İlk 20 sual Azərbaycan dili suallarıdır, növbəti 20 sual isə riyaziyyat suallarıdır. Başlayaq sualların izahına. Demək, sual 1. Verilmiş cümlədə dincəldilər sözünü hansı sözlə əvəz etmək olar? Uşaqlar evdə dincəldilər. Demək, dincəldilər sözünü hansı sözlə əvəz etmək olar? Dincəldilər, istirahət etdilər, oynadılar, yatdılar. Uşaqlar evdə dincəldilər və yaxud da uşaqlar evdə istirahət etdilər. A variantı. Sual 2. Hansı bənddə mənfi obraza aid əlamətlər verilmişdir? Xeyirxah, səmimi. Bunlar müsbət obraza aid əlamətlərdir. Amma kinli mənfi obraza aid əlamətdir. Cavab C variantı. Cümlənin sonunda hansı işarə qoyulmalıdır? Zəhra, nə edirsən? Bu, sual cümləsidir. Cümlənin sonunda sual işarəsi qoyulmalıdır. B variantı. Parçadan hazırlanan və ad bildirən sözü seçin. Köynək, ağac, stol. Bunlardan hansı parçadan hazırlanır? Təbii ki, köynək. A variantı. Hansı söz hərəkət bildirir? Maşın. Nə? Maşın. Ad bildirir. Yumşaq. Necə? Yumşaq. Demək, bu əlamət bildirir. Maşın ad bildirdi. Yumşaq əlamət bildirdi. Qaçır isə hərəkət bildirir. Nə edir? Qaçır. C variantı. Sual 6. Nöqtələrin yerinə hansı hərf yazılmalıdır? Ba, 3 nöqtələr, an. Demək, bazan, baman olmur. Amma banan olur. Banan. Nöqtələrin yerinə n hərfi yazılmalıdır. A variantı. Hecalara düzgün ayrılmamış sözü seçin. Ul, duz. Bağ, ban. Hecalara düzgün ayrılıb. Oy, uncaq hecalara səhv ayrılıb. Cavab B variantıdır. Düzgün forması belə olmalıdır. O, yun, caq. Cavab B. Sual 8. Cümləyə hansı söz əlavə olunsa, durğu işarəsi dəyişər. Nənəm şeir söylədi. Bu, nəqli cümlədir. Sonuna nöqtə qoyulub. Nənəm maraqlı şeir söylədi. Nənəm nəvələrinə şeir söylədi. Durğu işarəsi dəyişmədi. Maraqlı nəvələrinə sözünü əlavə etdikdə yenə də nöqtə qoyulur. Nənəm nə zaman şeir söylədi? Nə zamanı əlavə etsək, sual cümləsi olacaq. Sonuna sual işarəsi qoyulacaq. Cavab A variantıdır. Sual 9. Cümlə hansı sözlə bitsə, sual cümləsi yaranar. Sinfin ən çalışqan şagirdi mənəm. Sinfin ən çalışqan şagirdi sənsən. Mənəm, sənsən sözlərini əlavə etsək, bu nəqli cümlədir. Desəm ki, sinfin ən çalışqan şagirdi kimdir? Kimdir? Əlavə etsəm, sual cümləsi yaranmış olacaq. B variantı. Sual 10. Hansı hərflə başlayan söz yoxdur? Y, Ğ, A. Ğ hərfi ilə başlayan söz yoxdur. Ğ və I hərfləri ilə başlayan söz yoxdur. Cavab B variantıdır. Verilmiş sözlərdən hansında T hərfi yoxdur? At, T var. Yumurta, T var. Diplom, T yoxdur. B variantı. Üç hecalı sözü göstərin. Qonşu, otaq. Bunlar iki hecalıdır. Albalı, üç hecalıdır. A variantı. Səhv yazılmış sözü tapın. Corab, şaftalı. Doğru yazılıb. Konfet yazılmır. Konfet yazılır. A variantı. Bulud sözü ilə bağlı səhv fikri göstərin. Demək, sözdə iki eyni sait işləndiyi üçün bir heca var. Səhvdir. Söz iki hecalıdır. Bulud. Cavab elə A variantıdır. Söz samitlə başlayıb, samitlə də bitir. Düzdür. B-dır. Sözdə iki U saiti işlənmişdir. U, bu da düzdür. Neçənci hərflər sait səsləri işarə edir? A, C, F, E, Ə. C ilə F, bunlar samitdir. 2 ilə 3'ü çıxıram. B-də 3 çıxdı, C-də 2 çıxdı. Qaldı A variantı. 1, 4, 5. 1-də A, 4-də E, 5-də Ə saitlərdir. A variantı. Hansı sözün əks mənalı qarşılığı düzgün göstərilməyib? Ağır, yüngül, zəif, güclü. Bunlar əks mənalıdır. Nəhəng, iri. Nəhəng, iri əks mənalı deyil. Əksinə sinonimdilər. Yaxın mənalıdır. Əks mənalı yox, sinonimdilər. Ağır, yüngül, zəif, güclü əks mənalıdır. Nəhəng, iri əks mənalı deyil.
Ona görə cavab olacaq A variantı. Sual 17. Söz sırasını tamamla. Fatimə, Sevinç. Bunlar qız adıdır. Qız adından tamamlamalıyıq. Toğrul oğlan adıdır. Yüksək adam adı yoxdur. Cunay qız adıdır. Fatimə, Sevinç, Cunay C variantı. Yemək yeyən şəxsə hansı nəzakətli ifadə deyilməlidir? Minnətdaram, təşəkkür edirəm, nuş olsun. Yemək yeyən şəxsə nuş olsun deyilir. C variantı. Uyğunluq gözlənilməmişdir. Danışır, hərəkət bildirən sözdür, düzdür. Palıd sözünün düzgün yazılış forması palıd olmalıdır, bu da düzdür. Süpürgə iki hecalı sözdür, səhvdir. Süpürgə üç hecalıdır, B variantı. Sual 20. Hecalara düzgün bölünmüş sözü seçin. Alim, hecalara düzgün ayrılıb. Cavab elə A variantıdır. Səhər olmur, səhər. Yumuşaq olmur, yumşaq olur. Səhər, yumşaq. Demək, düzgün oldu A variantı. Alim. Azərbaycan dili suallarının izahı yekunlaşdı. Keçək riyaziyyat suallarının izahına. Demək, sual 1. 4 ilə 8 arasındakı tək ədədlərin cəmi neçədir? 4-dən sonra gəlir 5, 6, 7. Təklər hansılardır? 5, 7, 6 cüddür, 5 ilə 7 də təkdir. 4 ilə 8 arasındakı təklər 5 ilə 7 oldu. 5 ilə 7-ni toplayanda da 12 edəcək A variantı. Sual 2. Hesablayın. 16 çıx 3. 16-dan 3 sinəsini çıxanda 13 edir. B variantı. 29-dan sonra neçə gəlir? 30 gəlir. 29-dan əvvəl 28, sonra 30. 28, 29, 30. C variantı. Hansı ədəd böyükdür? 17, 14, 11. Bunların içindən böyüyü hansıdır? Təbii ki 17. Ən kiçiyi hansıdır? 11. Böyüyü soruşur 17 A variantı. Hesablayın. 14 çıx 6, 14-dən 6 çıxanda 8. Müqayisə edin. 21 7-dən böyükdür. Böyükdür işarəsi də B variantındadır. Səma 9 köynəkdən 7-sini ütülədi. Neçə köynək ütülənməmiş qaldı? 9 dənə köynəkdir, 7-sini ütülədi. Neçəsi qaldı? 9-dan 7-ni çıxırıq, 2-si qaldı. 9 çıx 7, 2 C variantı. Raqif riyaziyyatdan 8 məsələ və 6 misal həll edib. Cəmi neçə tapşırıq həll edib? 6 ilə 8 toplayacağım, 14 dənə tapşırıq həll edib. 8-ci məsələdə, 6-sı da misalda. Müəllim 20 tapşırıq veribsə, Raqif daha neçə tapşırıq həll etməlidir? Demək, 8 məsələ 6 misal həll edib, cəmi 14-ün həll edib. 8-in 6-ını topladım, 14. Müəllim 20 tapşırıq verib, 20-sindən 14-ün həll edib. Daha neçəsini həll etməlidir? 20-dən 14-ü çıxacam. Eləyəcək neçə? 6. 8-dən 6-nı topladım 14, 20-dən də 14-ü çıxıram 6. Raqif daha 6 tapşırıq həll etməlidir. Cavab A variantı. İlahə hər gün 3 ağac əkir. O 5 gün işləsə neçə ağac əkəcək? Hər gün 3 ağac əkir, 5 gün işləsə neçə ağac əkmiş olacaq? 5 gündür, hər gündə 3-dür. 3 dənə 5-i toplayıram. Demək, daha doğrusu 5 dənə 3-ü toplayıram. 3 üstə gəl 3, 6, 6 üstə gəl 3, 9, 9 üstə gəl 3, 12, 12 üstə gəl 3, 5, 15, 12 üstə gəl 3, 15. Demək, 5 dənə 3-ü topladım, 15 A variantı. Müqayisə edin, 17 böyükdür, 17 17-yə bərabərdir, 17 22-dən kiçikdir, 17 10-dan böyükdür, C variantı. Hansı misalın nəticəsi digərlərindən kiçikdir? 4-ün üstünə 3 gələndə 7-dir, 6-ın üstünə 4 gələndə 10, 5-in üstünə 4 gələndə 9, 19, ən kiçiyi də 7-dir, A variantı. Nicat və Fuadın hər birinin 9 qələmi, Arzunun isə 3 qələmi var. Uşaqların cəmi neçə qələmi var? Nicatın da 9 dənədir, Fuadın da 9 dənədir. Cəmi neçə dənə oldu? 9 üstə gəl 9, 18 dənə oldu. Arzunun da 3 dənədir. 18-in üstünə 3 gəlirəm, 21. Uşaqların cəmi neçə qələmi var? 21 dənə, B variantı. Cavabı 7-yə bərabər olan ədədi ifadəni tap. 3 üstə gəl 2, 5, 5 üstə gəl 3, 8. 5 üstə gəl 3, 8, 8 üstə gəl 2, 10. Demək, 3-ün üstünə 2 gəldim, 5, 5-in üstünə 3 gəldim, 8. Sonra 5-in üstünə 3 gəlib 8, 8 üstünə 2 gəlib 10. Bunlar olmadı. 4 üstə gəl 1, 5, 5 üstə gəl 2, 7. B variantı. Sual 14. Arif futbol oyununda 12 dəfə qalib gəlib. O, ümumi olaraq 18 oyun oynayıbsa, neçə oyunda məğlub olub? 18 dənə oyun oynayıb, 12-sində qalib gəlib, neçəsində uduzub, neçəsində məğlub olub? 18-dən 12-ni çıxıram, 6-sında məğlub olub. 18 oyunun 12-sində qalib gəlib, 6-sında məğlub olub. 18 çıx 12, 6, B variantı.
Verilmiş müqayisələrdən biri doğrudur. 11 15-dən böyükdür, səhvdir. 11 15-dən kiçikdir. 19 11-dən kiçikdir, səhvdir. 19 11-dən böyükdür. 19 19-a bərabərdir, düzdür. B variantı. Sual 16. Sinifdə 5 şagird var, əvvəlcə 4, sonra isə 8 şagird sinifə gəldi. Sinifdə cəmi neçə şagird oldu? 5 şagird var idi. Əvvəlcə 4-ü gəldi. Oldu neçəsi? 9-u. 5 üstə gəldi 4, 9. Sonra da 8-i gəldi. 9 üstə 8 gələndə 17. Sinifdə cəmi neçə şagird oldu? 17. A variantı. Tək ədədlər verilmiş sıranı göstərin. A-da 8, 12, 20 cütdür. B-də 2 cütdür. C-də 1, 5, 7, 13, 17 tək ədədlərdir. Tək ədədlər C-dədir. Sual 17 cavab C. Sual 18. Ən böyük bir rəqəmli tək ədədlə 2-nin cəmi neçə edər? Ən böyük bir rəqəmli tək ədədimiz neçədir? 9. 9-un da üstünə 2 gələndə 11. C variantı. Verilən ədədləri azalan sıra ilə düzsək, sonuncu hansı olar? 5, 8, 2. Azalan sıra ilə düzəndə 8, 5, 2 olur. Sonuncu da 2. C variantı. Sual 20. Cüt ədədi göstərin. 15, 17 təkdir, 12 isə cütdür. Cavab C variantı. Və bununla da sualların izahı yekunlaşdı.